Deməli, növbəti hərbi islah. Hərbi islah. İlk növbədə tayfa başçılığında irsilik prinsipini ləğv edir. İrsiliyi ləğv etdi. Tayfa başçısı kimlər ola bilərdi? Şahın rəğbətini qazanmışlar. Qazanmış şəxs tayfa başçısı ola bilər. Sonra qızılbaşlar tək başına Silah gəzdirə bilməzlər. silah gəzdirə bilməzlər. Gəzdirmək qadağan olunurlar. Və bununla da qızılbaşların öz başlarına son qoyur. Və bunlar atırlar silah çeynindən, müharibə olmadı. Düşürlər bazarın, şəhərin canına, insanları qorxudur və əllərində olan malların mülkünü alırlar, əllərdən. Daha sonra ordu quruculuğunda tayfa prinsipini ləğv etdi. Yeri gəlmişkən, tayfa prinsipinin ləğv edilməsi məsələsi Şah Abbasın kimlərlə ortaq cəhətdir? Çingiz Xan, bu da belə bir adım atmışdı, Monqollar keçmişdi. Sonra bir də Məlik Şahın ortaq cəhətləridir. Məlik Şah da Səlcuqlardadır. O da tayfa prinsipindən imtina edərək tayfa müxtəlifliyi prinsipini tətbiq etmişdir. Yadda saxlayacağıq. Maç. Məlik Şah, Abbas, Çingiz Xan. Tayfa müxtəlifliyi prinsipi maç. Bunlar tətbiq edirdilər. Nizami ordu yaratdı. Və ümumiyyətlə bunun dövründə hansı qoşun növləri var idi? Qoşun növləri. Qoşun növləri, nizamilərdir deyək. Nizamisizlərdir deyək. Füzulilər daha doğrusu. Bir də nə? Digər. Nizami qoşun növləri deməli, qulamlar. Qızılbaşlar. Yox. Qulamlar deməli, erkən yaşlardan, xristiyan ailələrdən götürülmüş, İslam ənənəsinə uyğun tərbiyə edilirdilər. Sonra şaha sədaqət andı içirdilər və xidmətə başlayırdılar. Qulam tayfanında... Yeniçərilər kimi müəllim? Sən mən qabaqlarım. Sən mən ömür boyu qabaqlayırsan. Sən məndən çox yaşamaq istəyirsən. Deməli, qulamlar şah ordusunun əsas zərbə qüvvəsini təşkil edirlər. Zərbə qüvvəsini. Əsas hissəsini yox, əsas zərbə qüvvəsini. Bir növ xüsusi təyinatlardır, mühallif kimi. Bir də Osmanlılarda bu yeniçərlər idi. Yeniçər. İkinci, deməli, nizami qoşun tüfəngçilər. Tüfəngçilər, bunların sayı 12.000 nəfərə çatırdı və əhalinin aşağı təbəqəsindən toplanılırdı. Yəni, varlı olmayanlardan biridir, yəni zəhmətkeşlər. Üçüncü nizami qoşunumuz olur topçular. Bunlarda 500 döyüş topu var idi, voleybol topu, basketbol topu yox. Və bu toplar da həm döyüşlü səhra topları vardı, həm də mühasirə topları vardı. Onların mühasirə zamanı istifadə edən toplar. Və bunların da sayı 500-ə çatır. Hardan almışdı müəllim bunları? Temudan vurmuş. Avropa ölkələrindən almış. Bu oldu nizami və qeyri-nizami qoşun o nə deməkdir? Müharibə zamanı yığılan qoşuna qeyri-nizami, qeyri-daimi qoşun deyirlər. Bu müasir dövrdə səfərbərliklə yığılır. Məsələn, 44 günlük müharibədə Azərbaycan müharibə apararkən həm nizami, həm hərbi hissələrdən istifadə elədi. Bu nizami qoşundur. Həm də səfərbərliklə ehtiyatda olanları çağırırdı. Bu qeyri-nizami qoşun bax budur. Bunlardan qeyri-nizami qoşun adlanırdı Qızılbaşlar. Bu da ordunun əsasını təşkil edir. Daha çox bunlar idi. Ordunun əsasını Qızılbaşlar, əsas zərbə qüvvəsini isə qulamlar təşkil edirdilər. Şah Abbasın bu islahatları nəticəsində
ölkədə nə baş verir ümumiyyətlə? 1. Mərkəzi hakimiyyət güclənir. Ordu yox, ordunun sandığı axırı. Dövlətin əvvəlki qüdrəti bərpa edilir. Edilir ha burada. Burada biz bərpa edilir deyil də, burada dövlətin əvvəlki qüdrətini bərpa etmək vəzifə ilə qarşılanır, gələcəkdir. Artıq burada bərpa edildir. 3. Ordunun qüdrəti bərpa edilir. İndi hansı bir dənə vəzifəmiz qalıbdır? İtirilmiş torpaqları qaytarmaq. Torpaqları geri qaytarmaq. İtirilmiş torpaqlarda inşallah növbəti dərsdə geri qaytaraq. İndi yorulaq. Və bu dərsdə indi torpaq qaytarmaq.